Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Əgər siz bu videoya baxırsınızsa, demək sizi keyfiyyətlə bağlı təhsil maraqlandırır. Ümumiyyətlə, keyfiyyət nədir? Keyfiyyət tələblərin qarşılanması dərəcəsidir. Yəni, qısaca desək, keyfiyyətlə bağlı çoxlu təriflər var və keyfiyyət əslində subyektiv bir fikirdir. Bütün bu təriflər hamısı subyektiv fikirlərdir və tələblərin qoyulmasından və onların dəyişməsindən asılı olaraq keyfiyyət hamı üçün fərqli bir gözlənti ola bilər. Yəni, biznesdə keyfiyyət, sənaye sahələrində keyfiyyət təəssüf ki, uzun illərdir səhv anlaşılıb və hal-hazırda bəzi yerlərdə də səhv anlaşılmaqda davam edir. Yəni, aparılan araşdırmalar göstərir ki, keyfiyyət hələ də daha çox keyfiyyətə nəzarət yönümlü bir düşüncə kimi qalır və bu da məhsulun və ya xidmətin son nəticədə keyfiyyətli olmasını əhatə edir və burada yalnız keyfiyyət mütəxəssislərinin işi kimi və yaxud da istehsalla bağlı proseslərə cəlb olan insanların işi kimi nəzərə alınır. Amma əslində isə keyfiyyət bu deyil. Keyfiyyət biznesin bütün proseslərində öz yerini, öz əksini tapmalıdır və bütün o proseslər ki, onlar nəticə etibarilə çıxan məhsulun, istehsal olan məhsulun və yaxud da xidmətin keyfiyyətinə bilavasitə təsir göstərir. Yəni, bu müxtəlif standartlar da bu fikri təsdiq edir ki, keyfiyyət əslində keyfiyyətə bütün təsir göstərən amilləri nəzərə alaraq, yəni onların təsiri ilə formalaşan bir məsələdir. Öz-özlüyündə keyfiyyət əslində dilçilik baxımından da götürsək, keyfiyyət nitq hissəsi olaraq sifətdir, keyfiyyət isim deyil. Yəni, ona görə biz keyfiyyətə ayrıca bir şey kimi təbii ki, yanaşa bilmərik və keyfiyyət istənilən bir işin qoyulan tələbə, gözlənilən tələbə çatma dərəcəsidir. Yəni, ona görə biznesin bütün proseslərində, bütün sahələri üçün keyfiyyət önəmlidir. Proqramın formatı və müddəti ilə bağlı məlumat əlavə etmək istəyərdim ki, proqram 50 saatlıq bir proqramdır və 30 saat tapşırıq, belə deyək, ev tapşırıqları ilə davam edir. Toplam 80 saatlıq bir proqramdır, yəni 50 saat təlimçi ilə bir yerdə işləyirsiniz və 30 saat isə sizə verilən ev tapşırıqlarının yerinə yetirilməsi üçün lazım olan bir vaxtdır. Yəni, proqram əslində uzun müddətli olaraq nəzərdə tutulub, çünki əlavə təhsil proqramıdır və eyni zamanda biz çalışırıq ki, həftə ərzində veriləcək həzmi çox, belə deyək, yükləməyək tələbələrimizi, çünki proqramda verilən mövzuların üzərində işlər aparılmalıdır və onlar ev tapşırıqları yerinə yetirilməlidir. Yəni, bu ənənəvi 2 gün, 3 gün, 1 həftəlik gündə 6 saat, 7 saatlıq kurslardan fərqli olaraq həm belə deyək, tələbələr yorulur, həm kifayət qədər bunu həzm etməyə vaxt olmur və nəticədə tətbiq etməyə də zaman qalmır və müəyyən vaxtdan sonra unudulur. Ona görə çalışmışıq ki, bu kursda həftədə 2 dəfədən o tərəfə keçməyək, yəni ki, həftədə 2 dəfə 3 saat olmaqla proqramımız davam edəcək. Və təbii ki, hər proqramda növbəti dərsin növbəti mövzu ilə bağlı mövzu öncəsi və yaxud da sonrası tapşırıqlarla ev tapşırıqları həm də proqram vaxtı, yəni tədris vaxtı tapşırıqların yerinə yetirilməsi olacaq ki, və bu da əsasən proqramın daha çox praktik bir proqram olmasını dəstəkləyir. Çünki adından da gördüyünüz kimi proqram Practitioner Diploma in Business Quality Excellence adlanır. Yəni, biznes keyfiyyəti üzrə praktik diplom proqramı olaraq təqdim edilir. Və kursla bağlı, proqramla bağlı materiallar barəsində, yəni biz həm təqdimatlar, təbii ki, prezentasiyalar, slaydlarla biz mövzularımızı aparacağıq, həm formalar lazım olduğunca, yəni vizual tətbiq olunmaq üçün audit formalarıdır, ümumiyyətlə keyfiyyət planlarıdır, ITP çeklistlərdir, ITP çeklistlərin hazırlanmasıdır və s. və ilə axır müxtəlif formatlar, müxtəlif formalardan qeydlər aparmaq üçün istifadə olunacaq və eyni zamanda sizinlə qalacaq və sizin daim istifadə edəcəyiniz bir dərslik sizə təqdim olunacaq ki, bu da yəni
Quality, The Art of Business Excellence, yəni hazırladığım bu mövzu üçün, bu kurs üçün hazırladığım kitabdır ki, yəni siz buradan bu mövzuları daha geniş şəkildə daim əl altında belə deyək, stolüstü kitab olaraq sonra da istifadə edə bilərsiniz. Yəni bu həm ingilis dilində və yaxın zamanlarda da Azərbaycan dilinə tərcümə olunmuş versiyası ilə sizə təqdim olunacaq. Yəni bizim kursa qatılan iştirakçılarımıza, tələbələrimizə təqdim olunacaq. Və biz bu proqramı tətbiq etməklə, yəni Practitioner Diploma in Business Quality Excellence proqramını tətbiq etməklə əslində biznesin bütün sahələri üzrə necə keyfiyyəti əldə etmək olar, bir belə deyək, təhsil proqramı, əlavə təhsil proqramı təqdim edirik. Yəni bu proqramla bağlı müəyyən suallar, öngörülən sualları cavablandırmağa çalışacağam və mütəxəssislər bu proqrama qoşularaq nə əldə edəcəklər, mütəxəssislər üçün niyə lazımdır bu proqram və yaxud da bu proqrama ümumiyyətlə kimlər qoşulmalıdır və s. kimi əsas vacib, hamı tərəfindən maraqlanan suallara cavab verməyə çalışacağam. Suallara keçməzdən öncə ilk öncə bu proqramın 3 əsas, belə deyim, vacib faydasını, vacib elementlərini qeyd etmək istəyərdim ki, bu proqram əslində sizə rəsmi, belə deyək, tanınan əlavə təhsil diplomu verir. Yəni bilirik ki, hal-hazırda keyfiyyət sahəsi də, belə deyək, STM kimi və yaxud da digər bəzi sahələr var ki, onlar üzrə müəyyən, belə deyim, universitet proqramları, ixtisas proqramları yoxdur, mövcud deyil. Məsələn, mən ölkəmizdə elə bir araşdırma apardım. Çox az sayda, belə deyək, çox məhdud sayda, barmaqla sayıla bilməyəcək qədər az bəzi təhsil ocaqlarında keyfiyyətlə bağlı fraqmental, belə deyək, məlumatlar verilir və yaxud da bəzi kurslar var. Onlar da keçmişdə, belə deyək, hazırlanmış proqramlar, metodikalar əsasında olduğu üçün müasir keyfiyyətlə bağlı fikirləri o qədər də dəstəkləmir. Yəni bizim bugün sənaye sahələrində çalışan, birbaşa elə götürsək keyfiyyət mütəxəssislərini, yəni burada ciddi təhsil boşluğumuz var. Və burada keyfiyyət sahəsində çalışan mütəxəssis əsasən keyfiyyətə nəzarət sahəsində formalaşır və bu da müxtəlif kursların, müxtəlif proqramlar, məsələn, qaynaq üzrə, boya üzrə, məsələn, və yaxud tikinti beton keyfiyyəti ilə bağlı və yaxud tikintinin ümumiyyətlə keyfiyyəti ilə bağlı, keyfiyyətin təminatı ilə bağlı müxtəlif, belə deyək, məhdud sayda kurslardan istifadə edərək, proqramlardan istifadə edərək öz bilik və bacarıqlarını artırırlar və keyfiyyət sahəsində fəaliyyət göstərirlər. Amma keyfiyyətin təminatı ilə bağlı təəssüf ki, elə çox ciddi kurslar və yaxud da proqramlar və yaxud da ixtisaslar yoxdur və ona görə də bütün bunları nəzərə alaraq biz bu proqramı hazırladıq ki, keyfiyyətin idarə etmə sistemləri və ümumiyyətlə keyfiyyətin təminatı sahəsində və keyfiyyətin nəzarət sahəsində, ümumiyyətlə keyfiyyətlə bağlı bütün bilikləri konsept olaraq bir araya gətirib bu proqramda biz mütəxəssislərimizə təklif edək. Bir, mütəxəssislər əlavə təhsil diplomu əldə edəcəklər, yəni artıq bu ixtisas boşluğu bu proqramla həm aradan qalxmış olacaq, həm də eyni zamanda beynəlxalq təcrübə və yaxud da beynəlxalq biliyə əsaslanan təcrübə öyrədilir və tətbiq olunur və bu da mütəxəssislərin daha da yaxşı inkişaf etməsinə və onların əmək bazarında daha rahat iş tapmasına köməklik göstərəcək. Yəni bu biznes yönümlü və praktiki yanaşma tətbiq edən bir proqramdır. Bu proqramda biz təkcə keyfiyyət mütəxəssislərini nəzərə almamışıq. Proqramın adından da görüldüyü kimi Practitioner Diploma in Business Quality Excellence. Yəni keyfiyyət biznesin keyfiyyətindən gedir. İstər əməliyyat olsun, istər satın alma prosesi olsun, istər maliyyə olsun, istər kommersiya, hüquq, insan resursları və s. və ilaxır. Yəni biznesdə olan bütün proseslər biznesin fəaliyyəti və əhatə sahəsinə xidmət göstərən əsas vacib proseslərdir. Yəni bu vaxta qədər ki, fikirləri səslənir, məsələn, maliyyənin keyfiyyətlə nə əlaqəsi var, supply chain-in keyfiyyətlə nə əlaqəsi var, bu proqram bütün bu fikirləri alt-üst edir. Ona görə ki, fundamental olaraq bütün standartlar bu istiqamətdə tələblər qoyub, göstərişlər göstərir ki,
bütün prosesdə iştirak edən, biznes prosesində iştirak edən, fəaliyyətdə iştirak edən mütəxəssislər keyfiyyət parametrlərini, keyfiyyət elementlərini başa düşməlidir və onların əməliyyatların icra olunmasından və keyfiyyətlə icra olunmasına rolunun nədən ibarət olduğunu bilməlidir. Təəssüf ki, bugün bizneslərdə baxanda görürük ki, məsələn, hamıda ISO 9001 sertifikatı var, amma nə qədərində o ISO 9001 sertifikatı işləyir və yaxud da bir təşkilata girsəz, orada sorğu keçirsəz ki, keyfiyyət siyasətiniz nədən ibarətdir? Yəni, bu suala nə qədər cavab ala biləcəyik biz? Yəni, bütün bu məsələlər hamısı və daha nələr, bütün bu, biz bunları nəzərə alaraq biz bu proqramı hazırladıq və bu keyfiyyət sahəsində olan boşluqları aradan qaldırmaq, həm ixtisas artırmaq, həm də fundamental biliklərin tətbiq olunması üçün bu proqram təqdim olunur. Bu, eyni zamanda təkcə keyfiyyət mütəxəssisləri üçün deyil, qeyd etdim. Bu, eyni zamanda biznesin bütün sahəsində çalışan mütəxəssislər də bu proqrama qoşula bilərlər. Yəni, supply chain-də, yəni siz əgər vendorlarla işləyirsinizsə, texniki qiymətləndirməni necə aparmaq lazımdır? Yəni, hansı sertifikatları, əgər alacağınız məhsula sertifikat tələb olunursa, hansı sertifikatlar tələb olunur, necə tələb olunur? Yəni, hansı meyarlar var, hansı kriteriyalar var? Ümumiyyətlə, sizin işinizin əməliyyatlara təsiri nədən ibarətdir? Və sair və ilaxır. Yəni, planlama olsun, progress, proyektlərin, layihələrin idarə olunması prosesi olsun, əməliyyatlar olsun, insan resurslarının idarə olunması, yəni siz hansı resursları hazır olmalısınız təmin etməyə, səriştəlilik komponentlərini necə təmin etməlisiniz? Sizin özünüzün formalaşdırdığınız HR qaydalarına görə, yoxsa biznesin tələblərinə görə? Biznesin tələbləri də hamımız razılaşaq ki, keyfiyyət əldə etmək üçün qoyulan tələblərdir və biz o tələblərə cavab verməliyik. Yəni, ona görə bütün biznesdə vacib, istər əsas, istər kömək, dəstəkləyici proses sahibləri və yaxud da prosesdə cəlb olan mütəxəssislərə bu proqramın ciddi faydası var. Mən keçmək istəyərdim suallara. Bu proqramın əsas məqsədi nədir, hansı mövzuları əhatə edir? Proqramın əsas məqsədi, dediyim kimi, keyfiyyət sahəsində təhsili bərpa etməkdir. Yəni, istər universitet, istər gənclərimiz, istər bu sahəyə yeni qədəm qoymaq istəyən mütəxəssislər keyfiyyət sahəsində keyfiyyət düşüncəsini formalaşdırmalıdır. Yəni, istənilən bir məzun və yaxud da ki, biznesə qədəm qoymaq, biznesə başlamaq istəyən bir mütəxəssis əgər keyfiyyət yönümlü düşünə bilmirsə, bizim istehsal etdiyimiz məhsul və yaxud da göstərdiyimiz xidmətin heç vaxt keyfiyyəti olmayacaq. Yəni, keyfiyyət bizim təkcə təqdim etdiyimiz məhsuldan ibarət deyil. Keyfiyyət bizim davranışımızdır, keyfiyyət bizim izahımızdır, verdiyimiz cavablardır, müştərinin bəzən anlamadığı, başa düşmədiyi məsələlərdə onları aydınlada bilməkdir. Yəni, keyfiyyət kifayət qədər təqdim olunan məhsulun keyfiyyətindən çox, belə deyək, daha geniş bir şeydir. Düşünün, bir restorana yemək yeməyə getsək, orada ən gözəl yeməyi bizim önümüzə gətirsələr belə, oradakı davranış bizim üçün çox vacibdir. Oradakı ab-hava, oradakı atmosfer, oradakı şərait və sair və ilaxır. Hətta maşınımızı saxlamağa yerin olması belə ümumi xidmətin keyfiyyətində rol alan bir məsələdir. Yəni, ola bilər ki, bizə təqdim olunan yemək çox yaxşı olsun, amma restoranın parklaması, restoranın işçilərinin davranışı və sair və ilaxır məsələləri yerində olmasın. Düşünün, siz ora bir daha getmək istəyərdinizmi? Təbii ki, biznesi uğurlu edən təkcə bir məhsulun keyfiyyəti yox, bütün kompleks şəkildə təşkilatın müştəriyə davranışı və orada olan keyfiyyət nəticələridir. Bu proqram vasitəsilə hansı bacarıqları əldə edəcəklər və təbii ki, bu proqram praktik bir proqramdır. Biz burada nəzəri biliklərlə sizi yükləməyəcəyik qəti şəkildə. Biz sadəcə nəzəriyyəni müzakirə edəcəyik və onu tətbiq etməyə çalışacağıq. Ümumiyyətlə, keyfiyyətin tarixindən başlayaraq sistem və proses anlayışları, onları bir-birindən necə ayırmaq lazımdır, keyfiyyətin təminatı, keyfiyyətin nəzarət, ümumiyyətlə, keyfiyyət planlarının hazırlanması, ITP-lərin inspeksiya test planlarının hazırlanması, standartlar idarə etmə mexanizmləri, müxtəlif idarə etmə mexanizmləri var. Bəzilərimiz ISO 9001-dən kənara çıxa bilmirik.
Yəni keyfiyyət ISO 9001-dən çox geniş, böyük bir şeydir. ISO 9001 sadəcə keyfiyyət idarə etmə sisteminin tələblərini müəyyənləşdirən bir standartdır. Amma keyfiyyət öz-özlüyündə çoxlu belə deyək, geniş bir mövzudur və toollar və orada müəyyən vasitələr, müəyyən belə deyək, çərçivələr mövcuddur ki, biz bu proqramda onların demək olar ki, çoxuna toxunuruq. Komanda yanaşması keyfiyyətdə, keyfiyyət idarə etməsi, audit, qabaqcıl göstəricilər, sistemin qurulması və tətbiq olunması və s. və ilaxır müxtəlif alternativ çərçivələr, məsələn, EFQM, Baldrige və s. kimi müxtəlif proqramlar, müxtəlif qabaqcıl ölkələrin keyfiyyət sahəsində standartları, proqramları bu proqramın tərkib hissəsinə daxil edilib. Proqram standartlara yox, proqram beynəlxalq keyfiyyət mütəxəssislərinin nəzəriyyələri və onların uğurlarına, məsələn, Toyota modellərinə, Lean, Six Sigma və s. qeyd etdiyim kimi az öncə EFQM, Baldrige və eyni zamanda ISO 9001 çərçivə və tələbləri əsasında formalaşır və API standartları və s. Yəni təkcə 9001 ISO 9001-ə məhdudlaşan bir proqram deyil, tam şəkildə keyfiyyətə aid nə varsa, yəni biz çalışmışıq ən vacib məqamları burada əks etdirək, buna toxunaq. Səbəb yaradılmasına nə olub bu proqramın belə bir sualımız var. Səbəb odur ki, yəni keyfiyyət sahəsində təhsilli, ixtisaslı mütəxəssislərin sayı həddindən artıq çox azdır. Mən CQI İRCA Fellow üzvü olaraq bu sahədə müxtəlif belə deyək, işlər aparırıq. Həm Azərbaycan cəmiyyətində biz CQI keyfiyyət həftəsi keçiririk, eyni zamanda CQI-nin tədbirlərində iştirak edirik. Yəqin ki, yaxın zamanlarda CQI-nin Azərbaycan təmsilçiliyində biz keyfiyyət mütəxəssisləri ilə birlikdə start verə biləcəyik inşallah. Və burada bizim əsas məqsədimiz keyfiyyət düşüncəsinin formalaşmasıdır. Yəni keyfiyyət bacarıqlarının öyrənilməsi və sənayedə keyfiyyətin önə çıxmasıdır. Bugün təəssüf ki, qiymət keyfiyyətdən çox önə keçib və ən ucuz qiymət verən ən yaxşı hesab olunur. Və bu bizi hara aparır? Yəni məlum məsələdir. Keyfiyyət düzdür, heç də həmişə baha olmaq demək deyil, amma bu bizə səhv belə deyək, təqdim olunan bir şeydir ki, keyfiyyət həmişə baha olmalıdır. Xeyr, keyfiyyət düzgün qurularsa, keyfiyyət eləcə də qiyməti özündə. Çünki müştərinin məmnuniyyəti eyni zamanda həm də qiyməti əhatə etməlidir. Tək çatdırılmanın qiyməti eyni zamanda məhsulun birbaşa keyfiyyəti. Yəni kompleks şəkildə baxsaq, bütün bunlar hamısı keyfiyyətdir və keyfiyyət maliyyə strategiyası ilə uzlaşmalıdır və yaxud da əksinə. Bütün proseslər, strategiyalar bir-biri ilə biznesdə uzlaşmalıdır ki, müştəri hər tərəfli məmnun olsun. Yəni təkcə məhsulu yaxşıdır, keyfiyyətli, amma digər səbəblər biz digər məsələlərdə görürsünüz, müştəri narazı ola bilir. Yerli və beynəlxalq müəssisələrdə keyfiyyət idarə etməsi ilə bağlı hansı boşluqlar bu proqramda doldurmağa çalışır? Dediyim kimi, biz əslində keyfiyyətə düzgün yanaşmanı çalışacağıq öyrənək. Yəni keyfiyyətin təkcə 9001-dən ibarət olmadığını və yaxud da keyfiyyətin yalnız keyfiyyətə nəzarət olmadığını, ümumiyyətlə ən böyük boşluq keyfiyyətin düzgün anlaşılmaması və keyfiyyətlə olan, keyfiyyət sistemləri ilə bağlı olan belə deyək, əsas problemlərin əhatə olunmasına çalışmışıq ki, keyfiyyət təfəkkürü formalaşsın. Yəni belə bir təfəkkür, yəni bir yanaşma olmasa, biz axşama qədər hər gün gəlib keyfiyyətdən danışsaq və yaxud da ki, keyfiyyət desək, bizim məhsullarımız təbii ki, keyfiyyətli və yaxud da xidmətimiz keyfiyyətli olmayacaq. Ona görə biz keyfiyyəti bütün proseslərin içində yaşamalıyıq. Yəni sadəcə kənarda, divarda 9001 olaraq, sertifikat olaraq deyil. Təşkilatlar niyə bu sahədə peşəkar mütəxəssislərə ehtiyac duyur? Təbii ki, bütün biznes sahələri üzrə tərəflər var, müştəri və ya belə deyək, satıcı və yaxud da vendor dediyimiz tərəflər var ki, yəni biz məhsulumuzu istehsal edirik, xidmətimizi hazırlayırıq, müştərilərə təqdim edirik. Yəni keyfiyyət
müştərinin razı qala bilməsi üçün, müştərinin gözləntilərinin qarşılanması üçün keyfiyyət sistemləri, bütün proseslərin, bütün fəaliyyətin keyfiyyətə uyğun, tələblərinə uyğun olması, belə deyək, fəaliyyət göstərməsi vacib bir məsələdir və bu gün müştəri də bunu tələb edir. Qanunvericilik də bunu tələb edir. İstehlakçıların hüquqların qorunması və onların tələbləri və eyni zamanda müştərilər. Yəni keyfiyyətli hamı istəyir ki, aldığı geyim və yaxud da ki, istifadə etdiyi avtomobil və yaxud da qida və yaxud da xidmət onun tələblərinə uyğun olsun. Və bu tələblərə uyğunluğu da təmin etmək üçün məhz keyfiyyət vacibdir. Real əmək bazarında bu sahə üzrə hansı ehtiyaclar var, hansı gizli ehtiyaclar var? Mən deyərdim ki, bu günləri bizim bazarda keyfiyyət nəzarət, tikinti sahəsində ümumiyyətlə keyfiyyətin təminatı və yaxud da keyfiyyət sistemləri üzrə ciddi boşluqlar var və bu sahələrə görə, bu sahələrin də tətbiq olunması üçün, yəni belə deyək, bunların da əhatə olunmasına biz çalışmışıq bu proqram çərçivəsində ki, yəni istər keyfiyyət sahəsində çalışsın mütəxəssis olaraq, istər çalışmasın, keyfiyyət təfəkkürü formalaşır və artıq bütün fəaliyyətin keyfiyyətdə görülməsi və keyfiyyətin həm təchizat satın alma prosesində, həm belə deyək, müştərilərlə ünsiyyət zamanı, həm insan resurslarının təmin olunmasında, həm müəyyən maliyyə məsələlərində. Təbii ki, keyfiyyət bizim nə qədər pul qazanıb, yəni ki, maliyyə strategiyamızı müəyyənləşdirməyəcək, amma müəyyən proseslər var ki, onlarda mütləq şəkildə keyfiyyət elementləri nəzərə alınmalıdır. Yəni, cost of quality dediyimiz, yəni keyfiyyətin dəyəri müəyyən etmək üçün biz onu başa düşməliyik ki, biz əgər keyfiyyətə bugün yatırım edə bilmiriksə, sabah xarab və yaxud da zay olmuş məhsula həm birinci dəfə etmədiyimizi edəcəyik və həm də bizə dəyən ziyanın hesablamaq olacaq. Yəni, həm planlama, həm tətbiq etmə, keyfiyyət üçün lazım olan məsələlər ki, etməmişik, onları edirik və əlavə olaraq bizim həm məhsulumuz zay olur, həm vaxt itkisinə səbəb olur, həm də müştəri narazı qalır. Məncə, maliyyə bunu da hesablasa çox yaxşı olar. O zaman maliyyə ilə keyfiyyət daha yaxşı uzlaşmış olar. Proqramı bitirdikdən sonra hansı sahələrdə işləyə bilərəm? Fərqi yoxdur. Hansı sahədə, hansı ixtisas sahibisinizsə, o sahədə keyfiyyət sizin kifayət qədər gözünüzü açacaq və fikirlərinizi aydınlaşdıracaq ki, istər öz biznesinizi qurun, istər ki, biznesin müxtəlif sahələrində fəaliyyət göstərin. Keyfiyyət yanaşması siz artıq prosesləri yaxşı öyrənəcəksiniz, sistematik yanaşmanı öyrənəcəksiniz, müştəri ilə necə davranmaq olduğunuzu biləcəksiniz və s. və ilaxır ki, yəni bu sizə uğurlu biznesdə uğurlu bir rolda çıxış etməyə imkan verəcək. Keyfiyyət mütəxəssisləri üçün ki, təbii ki, daha ideal bir şərait yaradır ki, sistemin qurulması və keyfiyyət düşüncəsinin formalaşmasına zəmin yaradan bir proqramı əldə edirlər. Biznesdə çalışmayan biri də bu kursu faydalana bilərmi? Bəli, bu kurs hamı üçündür. Təhsildə də keyfiyyət var, tibb sahəsində də keyfiyyət var və hamısının standartları var. ISO 21001 var, sonra təhsillə bağlı standartlardır, sonra tibb alətlərinin, cihazlarının istehsalı ilə bağlı var. Ayrı kosmik standartlar var, məsələn, orada keyfiyyət standartlarıdır, keyfiyyətin o həmin sənaye sahələrində idarə olunması. Neft qaz sahəsində keyfiyyətin idarə olunması üçün həm ISO standartı var, həm API standartları var. Yəni, bütün sənaye sahələrinin idarə olunması və yaxud da məhsulların istehsal olunması və yaxud da xidmətin göstərilməsi ilə bağlı standartlar var, formalaşdırılıb və bu standartlar hamısı keyfiyyət yanaşması tətbiq edilir. Yəni, ona görə fərqi yoxdur. Siz hansı sənaye sahəsində işləyirsinizsə, hətta müəllim işləyirsinizsə belə düşünün ki, sizə keyfiyyət yanaşması mütləq lazımdır biləsiniz. Çünki təhsildə keyfiyyət də çox önəmlidir. Yəni, təhsilində keyfiyyət parametrləri var. Misal olaraq qeyd etdim təbii ki. Keyfiyyət sahəsində heç təcrübəm yoxdur, bir problem olacaqmı? Xeyr. Yəni, biz keyfiyyətin tarixindən başlayıb, bu proqram elə bir proqramdır ki, yəni, mən bu proqramla bağlı dərslik də hazırlamışam. Yəni, detallara birazdan dərsliklə tanış edəcəm sizi. Proqramla bağlı həm dərslik hazırlamışam, həm proqramın silabuslarını hazırlamışam, kurikulumunu hazırlamışam, təqdimatlarını və s. və ilaxır. Yəni, mən təqdim
araşdırma aparan zaman, dərsliyi hazırlayan zaman 30 ilə yaxındır bu sahədə çalışmama baxmayaraq özüm yeni yanaşmalarla, yeni fikirlərlə, yeni şeylərlə qarşılaşırdım. Hətta belə deyək, digər mütəxəssislərə o dərsliyi verən ki, təqdim edəndə ki, onlar öz fikirlərini bildirsinlər, oxusunlar, nə qədər uğurlu alınıb və yaxud da nə qədər hansı problemləri var, nə qədər uğursuz alınıb bəlkə də. Onların da rəylərini mən tanış olanda çox maraqlı, diqqətimi çəkən bir şey oldu ki, hamıdan eyni şeyi aldım ki, çox maraqlıdır, bildiyimiz sahələri, bildiyimiz şeyləri əhatə etməyinə baxmayaraq xeyli yeni şeylərlə, yeni belə deyək, yanaşmalarla, yeni məsələlərlə, heç fikir vermədiyim şeylərlə tanış oldum. Yəni, düşünün ki, bu sahəyə yeni başlayan insanlar üçün bu nə qədər önəmli və bu qədər vacib olacaq. Təlimdən sonra mentorluq, şəbəkələşmə və ya işə yönləndirmə dəstəyi varmı? Bəli, təlimdən sonra biz davamlı bu keyfiyyət sahəsi üzrə bizim ən az ildə bir dəfə tədbirimiz olur və biz bu tədbir vasitəsilə keyfiyyət mütəxəssisləri bir araya gətiririk. Mentorluq, CQI üzvlük proqramları var, bizim üzvlük proqramlarımız var ki, yəni o proqramlar çərçivəsində biz mütəxəssislərə daim dəstək oluruq. Tədbirlərdə biz kənarda onların suallarına və yaxud da ki, onların ehtiyaclarının, sahə üzrə ehtiyaclarının qarşılanması üçün bu işləri görürük, dəstək oluruq. Bu qədər. Çox sağ olun. Düşünürəm ki, mənə məlum olan suallara az da olsa, belə deyək, çalışıb cavab verməyə çalışdım. İnşallah proqramla tanış olarsınız. Əlavə suallarınız olsa, biz yenə də cavablandırmağa hazırıq.